Nə deyir? Deyir ki, ya Rasulallah, Allah Teala sənin keçmişdə və gələcəkdə olan bütün günahlarını bağışladığı halda nəyə görə özünə bu qədər əziyyət versən? Zaten abidlərin şahıdır Peyğəmbər sallallahu aleyhi ve sellem. Ayşə anamız da bunu dərk edir. Və deyir ki, yəni bu qədər də yox da. Sanki onu demək istəyir ki, bu qədər də yox. Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, məyər şükür edən bir qul olmayın mı? Niyə görə deyir şükür edən bir qul olmayın mı? Yəni ey Ayşə, sən dediyin o söz var, hələ özün qeyd etdiyin o iki şey var. Allah Teala mənim keçmiş və gələcək günahlarını bağışlayıb. O şükrü gərəkdirir. Mən topuqlarım qanayaraq, partlayaraq namaz qılıram. Bu da azdır demək istəyir. Bu günləri bəzi insanlara deyirsə ki, niyə namaz qılmırsan? Niyə meçidə getmirsən? Niyə ibadət eləmirsən? Deyir ki, mənim ürəyim təmizdir, qəlbim təmizdir. Falan yaxşı işdir, falan kəsi kəsdirmişəm, falan kəsin toyun eləmişəm, falan kəsin evini tikmişəm. Tamam, bunları sənə qismət eləyən Allah Teala'dır. O Allah'a şükür elə ki, Allah Teala sənə başqa dəyərsiz şeyləri yox, bu kimi şeyləri nəsib edib. Əgər sözündə doğrudur. Çox adam ümumiyyət ürəyi təmiz, ibadətsiz ürəyi təmizəm deyənlərin əksəriyyətin ürəyi təmiz deyil. 100% yox, 1000%. Çünki ürəyi təmizliyin əlaməti o ürəyin Allaha təslim olması deməkdir. O ürək Allaha təslim deyilsə, o etdiyi əməllərdə riyadır. Ona görə əgər Allah Teala sənə nəsib edibsə, sən qonşunun toyuğuna daş atmamısan, bu bir neymətdir. Əgər sözündə doğrusansa, o neymətin şükrünü elə də kimə? O əxlaqı, o gözəl dəyəri sənə verən Allaha. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir, ey Ayşə, mən şükür edən qul olmayım mı? Madəm ki, Allah Teala mənim keçmiş gələcək günahlarımı bağışlayıb, məni əzabdan qurtarıb, məni əbədiyyən cənnətlə müjdələyib, niyə görür ayaqların partlamasını ibadət eləməklə?